Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Bu dəfə Şənbə söhbətləri ədəbiyyat almanaxında rəssamlar içində şair, şairlər içində rəssam Adil Mirsəyid anılacaq. Modern Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri şair, rəssam Adil Mirsəyid 1952-ci ildə Ağdaş rayonu Leki qəsəbəsində doğulub. Leki qəsəbə 6 saylı orta saylı məktəbi bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Uzun müddət tərtibatçı rəssam kimi fəaliyyət göstərib. Bir çox mətbu orqanlarda çalışıb. Xəzər jurnalında məsul katib və baş redaktor müavini olub. Palitra qəzetində şöbə müdiri, Bayatı dərgisində redaktor vəzifələrində və s. çalışıb. Ömrünün sonuna kimi Express qəzetində hər həftənin 6-cı günləri esseləri yayımlanıb. Özünün xüsusi oxucuları var idi. Yaradıcılığı beynəlxalq ödüllərə, Türk ədəbiyyatına xidmətə görə Rəsruza və s. mükafatlara layiq görünüb. 1500 ilin Oğuz el şeiri Ağdaş tarixinin yaddaşında və müxtəlif antologiyalarda çap olunub. Adil Mirsəyid demək olar ki, Azərbaycan ədəbiyyatının öz dəstixətti, öz yolu olan gözəl şairlərimizdən biri olub. O eyni zamanda gözəl rəssam idi və bu da onun poeziyasında özünü yetərincə göstərirdi. Bir gecə oyandım yağış səsinə, bilmədim hardayam, kiməm, nəçiyəm. Bəlkə də göylərdən qovulmuş mələk, ya da ki, sərxoş bir meyxanəçiyəm. Necə inanırdım bəxt ulduzuma, mən sözün sehrinə bel bağlayırdım. Gecələr yuxuma girirdi. Tanrı, Tanrıya sir verib, sir saxlayırdım. Nə tüfəng asılıb divardan, nə saz. Yoxsa az ömrümü uydurmuşam mən. Bəlkə 100 il əvvəl oyanmalıydım. Bəlkə 100 il sonra oyanmışam mən. Yoxsa mı göylərə çəkilim gedim, divar saatı da susub qorxudan. 100 il əvvəl yağmış yağışın səsi bu gecə oyadıb məni yuxudan. Beləliklə, Şənbə söhbətləri verilişimizin ədəbi yaddaş rubrikasında gözəl rəssam, gözəl şair Adil Mirsəyid anılacaq. Bugün studiyamızda mərhum şairimizin övladı, onun davamçısı, onun nişanəsi Ayan Mirsəyid qonağımızdır. Xoş gəlmisiniz Ayan xanım. Xoş gördük Aysiyə xanım. Ayan xanım, mən sizi kitab təqdimatında görmüşəm. Mən bilirəm ki, onun yoxluğundan sonra siz onun şeirlərini, yazılarını topladınız və bir kitab halına gətirdiniz. Yazıçılar Birliyinin Natavan klubunda gözəl bir tədbir keçirildi və mən sizin çıxışlarınızı dinləyərkən özüm də şair övladı olduğum üçün çox duyğulandım. Bilirəm ki, qız övladlarının qəhrəmanları, yəni atalarıdır. Mən bilirəm ki, qız övladları atalarını nə qədər çox sevirlər. Sizdə olan o məhəbbət, sizdə olan o sevgi mənə çox təsir etdi. Uzun illər bu barədə düşündüm. Demək olar ki, 2019-cu ildən üzü bu yana həmişə şairlər yadıma düşəndə, həmişə Adil Mirsəyid yadıma düşəndə onun övladı kimi sizi xatırladım. Və məhz istədim ki, bugünkü verilişdə bizim ədəbi yaddaş rubrikamızda Adil müəllimi yada saldığımız rubrikada bizim qonağımız siz olasınız. Bir daha sizi salamlayıram və istərdim ki, Adil Mirsəyid bir ata kimi sizin ürəyinizdə böyük bir sevgi toxumu səpib və mən istərdim ki, bax bu barədə, bu bağ barədə siz danışasınız. Buyurun. Çox sağ olun, çox təşəkkür edirəm dəvətiniz üçün. Adil Mirsəyid ata kimi bir insani bir insan idi həqiqətən. O necə deyirlər, saqqalından o damla-damla nur yağan insan necə ki, hər kəs görürdü onu. Həqiqətən o cür insan idi və mən Adil Mirsəyid atamı çox sevirdim. O bənövşələrin şairi idi. Rəssamlıq təhsili almışdı, amma şair idi. Bir üzü rəssam, bir üzü şair. Məsələn, mən bilirəm ki, o özünü şair kimi görürdü. Çünki onun o içində olan o yanğısı əsl şair. Allahın pıçıltısını, Tanrının pıçıltısını, diktəsini yazan şair hiss edirəm mən Adil müəllimi və siz övlad kimi sevirsiniz, amma biz oxucular da onun bir gözəl, istedadlı şair xatırlayırıq və sevirik.
təsəvvürü və mən bilirəm ki, Adil müəllim çox yaradıcılığı bəlkə də çox şaxəli idi, amma o qədər təvəzzökar idi ki, kitab çıxartmaqla arası yox idi. Hətta müsahibələrinizin birində bilmirəm siz ya qardaşınız deyib ki, Adil müəllimin heç yazı masası olmayıb. Bəli, mənim müsahibəmdə bəli. Evi olmadığı üçün həmişə belə deyilirdi, müsahibələrində də verilirdi. Ki, mənim heç vaxt yazı masam olmadı. Həmişə mətbəxdə işləyirdi, mətbəxdə çalışırdı. Şeirlərini fırça ilə yazırdı sanki. Şairlərin qulaqlarına nəğmələr fısıldayırlar, amma rəssamların əlindən kimsə alət kimi istifadə eləyir. Məsələn, onun da həyatında olub, deyir, kətan üzərində, ağ kağız üzərində işləyən zaman bəzən elə olur ki, kimsə onun əlindən tutur və obraz özü doğrulur kətan və ya kağız üzərində və belə bir hal o esselər çox yazırdı. Əsasən rəssamların həyatından, taleyindən yazırdı və orada da o qədər tükürpədici və fərqli bir məqamlara oxuduqca həqiqətən çox qəribə gəlirdi. Və siz mənə ilk sizinlə danışdıqdan sonra istədim onun şeirlərindən bir-iki qeyd aparım özüm üçün və axşam idi oturdum, yazdım, o şeirləri vərəqdə yazırdım. Birdən ayıldım ki, bu xətt mənim xəttim deyil. Adil Mirsəydin xətt. Sanki o mənim əlimdən tutmuşdu və oxutulurdu. Necə surətli gedirdi. Birdən ayıldım ki, həqiqətən xətt mənim deyildi. Texnikadan başa çıxmırdı. Onun ilk şeirlərini mən yazırdım kompüterdə və o kitab çap etmək istəyirdik. Şeirlərini mənə verdi. O başlamışdım elə yazmağa. Sonra xəstələndi, vəziyyəti ağırlaşdı və onlar yarımçıq qaldı. Dünyasını dəyişdi. Ondan sonra mən o şeirləri götürdüm. O artıq aylar keçmişdi, o yox idi. Bəli. Özü sağlığında məsələn xətti çox qəliz idi. Onu sizə etiraf eləyim. Götürürdüm, başa düşməyəndə özündən soruşurdum. Sonra artıq tək qalmışam, bilmirəm, göz yaşları içində mən bu şeirləri yazmağa çalışıram təsəvvürünü. Gəlirəm elə məqama rast gəlirəm ki, mən başa düşmürəm burada nə demək istəyir, nə ilə. Bəzən gözümün önünə gəlirdi və təbəssümü ilə həqiqətən o təbəssüm eləyirdi. O vərəqə baxırdım, orada artıq mən bilirdim orada nə demək istəyir. Bir əl yazması mənə əlimə keçdi. Peyğəmbər adında bir şeir. Və baxdım ki, o çap olunmayıb. Çox istərdim ki, elə həmin o şeiri mən sizə deyim. Ay altında, su tökən bürcündə bir ulduz yandı. Mən Peyğəmbərəm. Tanrı kimi təmkinliyəm. Mən Peyğəmbərəm. Hələ heç kim mənə kömək etməyib. Mən Peyğəmbərəm. Mən Tanrıya saray tikəcəm və Olimpin zirvəsinə qalxacam. Gözəl ilahə söylədi mənə. Sən Peyğəmbərsən. Tanrı kimi gözəlsən. Sən Tanrıya saray ucaldacaqsan. Heç kim sənə kömək etməsə yenə Tanrı kimi müdrik ol. Sən Peyğəmbərsən. Uzaqdır yol. Peyğəmbər. Bu son yazdığı əlyazmalar idi Ayan xanım. Təqribən sondu, çünki mən bunun çap olunduğunu baxdım, araşdırdım, görmədim həqiqətən və çap etdirmədiklərim yazılar içərisindən bunu mən tapdım. Və bir gözün gördüyün şirin röyada qalar. Röyadakı hilalın nuruna boyanarsan. Ağlına nə gələcək? O anda bilməm ki mən. Bəlkə bir əski dua, bəlkə bir qəmli nəğmə, aptal könül havalı, dünya şairə düşmən, pəncərədən baxan ay, gözləri nəbli nəğmə. Göy üzündə bəyaz ay, xəfif duman içində, bəlkə Çin rahibidək dağlara çəkilim mən, bəlkə bir ağac əkim, bir dörd yol ayrıcında, bəlkə bir məmləkəti tərk edib gedim həmən. Allahım, bəllidir bu dünyaya hər halım. Uzaqlardan səsləyir məni qarlı Himalay, boş ver məni qardaşım, dağınıqdır xəyalım. Bilmirəm, nədən belə hüzünlüdür göydə ay. Mən düşünürəm ki, şairlər və yazıçılar nə qədər yaşamağından asılı olmayaq, az yaşasa da, çox yaşasa da, onların həmişə bu dünyada deyə biləcək sözləri qalır. Doğru. Və onlar gözləyirlər ki, o sözləri onlar üçün onların doğmaları desin. Və ona görə o bağ heç vaxt qırılmır. O bağ bu dünyada qalır. Mən sizə məsləyinizdən asılı olmayaraq bu qədər gözəl rəssamlıq dünyasını, bu qədər gözəl poeziya dünyasını bildiyinizə görə və ataya bu qədər bağlı olduğunuza görə, kökünüzə bu qədər bağlı olduğunuza görə
görə minnətdaram və Adil Mirseyid kimi şairlər, esseistlər, rəssamlar, sənətkarlar unudulmayacaq. O hər bir sənətçinin ürəyində, qəlbində, hər bir oxucunun ürəyində, qəlbində qalacaq. Son olaraq nə sözünüz varsa buyurun və biz sağollaşaq. Çox sağ olun. Sənətkar ömrünün iki tərəfi olur. Poeziyası və prozası. Biz onların poeziyasını sevirik. Poeziya elə bir şeydir ki, mümkün deyil ki, onların yaradıcılıqları bastırılsın, torpaq altında qalsın. O gün işığı kimi hər zaman üzdə olacaqdır. Prozasını isə özləri ilə aparırlar. Ruh amma əbədidir. Onların ruhu həmişə bizimlədir. Təşəkkür edirəm sizə Ayən xanım, verilişimizdə qonaq olduğumuza görə. Verilişi sizin üçün hazırladılar müəllif Aysel Fikrət, rejissor Anar Məmmədov. Kalbimin nuru ışığı, şirin hayallarım ilhamım atar. Bu kövrək kalbimin nuru ışığı, şirin hayallarım ilhamım atar. Evladın sevinci aile dayağı, ömrümün mənası varlığım atar. Evladın sevinci aile dayalı, ömrümün mənası varlığım atar. Sen ümid yerim, sen hak yerim, sen hemen pirdeyim, ziyaret ederim. Sen ümid yerim, sen hak yerim, sen hemen pirdeyim, ziyaret edim. Sen yaşa özümü, mən qurban deyim. Sen yaşa özümü, mən qurban deyim. Sönmez asimanıyım, dayam ata. Andım qibləgahım, vüqarım ata. Sönmez asimanım, dayam ata. Andım qibləgahım, vüqarım ata. Sen bizi büyüttün, hiç uf demedin. Hac oldun, tok oldun, sen eğilmedin. Sen bizi büyüttün, hiç uf demedin. Hac oldun, tok oldun, sen eğilmedin. Halal taptalayıp haram yemedin. Andım qibləgahım, vüqarım ata. Halal taptalayıp haram yemedin. Andım qibləgahım, vüqarım ata. Sen ümid yerim, sen hak yerim, sen hemen pirdeyim, ziyaret ederim. Hey sen ümid yerim, sen hak yerim, sen hemen pirdeyim, ziyaret edim. Sen yaşa özümü, mən qurban deyim. Sen yaşa özümü, mən qurban deyim. Sönmez asimanım, dayam ata. Andım qibləgahım, vüqarım ata. Sönmez asimanım,
Hakka hamdım qibləgahım Vüqarım Hakka Sönməz asimanım Kayam Ata